Gəncədə adam öldürmə və adam öldürməyə cəhddə təqsirləndirilən Kamal Bayramovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Məlumata görə şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, 11 dekabr 2022-ci il tarixində saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub. Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramova və qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, onun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib. Niyazi və Kamal xəstəxanaya yerləşdirilib. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamal 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 18 ilə endirilib. Qətli törədən Kamal tarix müəllimi, qətlə yetirilən Əli isə ingilis dili müəllimi olub.